Rəhman adında ismi əzəm olduğunu deyirlər, biləsiz. Rəhman adı da deyirlər ismi əzəmdir. Necə ya Allah, eyni zamanda ya Rəhman, ya Rəhman. Bunun səbəbi var. Səbəbi var. Niyə? Rəhman adı da elə Allah adı kimi, o da ismi əzəmdir. Biraz izah edeyim inşallah. Buyururlar ki, bunun səbəbi budur ki, Rəhman adının Allah adı kimi bütün isimləri və kəmalları özündə cəm edib. Necə digər isimlər Allah isminin kölgəsi altındadır. Bütün adlar yığışır onun kölgəsi altına, onun çətiri altına. Eyni zamanda da Rəhman ismi də bu cürdür. Yəni, bütün adlar onun kölgəsində, onun altında. Məsələn, deyir, Allah eşidəndir, Rəhman eşidəndir, Allah görəndir, Rəhman görəndir. Necə bütün o isimləri Allaha nisbət vermək olur, Rəhman adına da o cürünə o isimləri nisbət vermək olar. Yəni, Rəhman adı geniş əhatəli addır. Geniş əhatəli addır. Bir dənə ayə deyirəm sizə, Allah Quran-ı Kərimdə buyurur, Qul ud'ullah avid'ur Rəhman. Allahı çağırın, ya Rəhmanı çağırın. Ya Allah deyin, ya Rəhman deyin. Əyyən ma təd'u. Hansını çağırırsınız, çağırın. Fərq eləməz. Fələhul əsmaul husna. Bir dənə bunu bilin ki, əsmaul husna, ən gözəl adlar ona məxsusdur. Yəni, ondan məqsəd Allaha və Rəhmana məxsusdur. Allah bu ayda bizə mesaj verdi ki, necə Allah adının içindədir bütün əsma, isimlər, gözəl adlar, Rəhman adının da içindədir isimlər, gözəl adlar, əsma.